Salam dostlar. Bugün sizi Kanada'nın Montreal şəhərindən salamlayıram. Olduqca qədim olan bu şəhər həqiqətən çox gözəl bir şəhərdir. Kanada'nın ikinci ən böyük şəhəridir Torontodan sonra və çox qədim bir şəhərdir. Qədim muzeylər, qədim kilsələr, qədim tikililər, arxitekturalar çox zəngin olan bir şəhərdir. Və hal-hazırda mən downtown-dayam. Çalışıb yolu keçəcəm. Deməli, dünən Bostondaydım. Fikirləşdim ki, onsuz da yəni bu East Coast-dan köçüb gedirəm, heç olmasa bir Kanadaya çatım. Nə qədər ki vaxtım var. Və bunu da etdim. Səhər saat 6-da çıxdım, 11-də bura çatdım. 12-yə qalmışdı. Bura çatdım. Deməli, 762 kilometr yol gəlmişəm. 762 kilometr yolda hardasa dediyim kimi 5 saat neçəsi dəqiqəyə gəlmişəm. Keçib yolu rahat danışmaq istəyirəm. Bunun 700 kilometri Amerika tərəfindən olub, Azərbaycan deyirəm. Amerika tərəfindən olub. Geri qalan hardasa 60 kilometr, 70 kilometr isə Kanada tərəfindən gəlmişəm. Yəni sərhədi keçənə qədər mən hardasa 700 kilometr, 710 kilometrə yaxın bir yol qət eləmişəm. Yəni yol sürmüşəm. Fasiləsiz sürmüşəm. Bir dənə bir yerdə dayandım, benzin vurdum. Bir bak benzin yəni qurtardı demək olar ki. Və bir dəqiqə. Düzdür. 700 kilometr eləyir. Çünki məndə maşında 350 maildə qurtarır benzin. Nəysə, deməli Montreala çatana kimi gömrükdə olan biraz sorğu-sualı sizə çatdırmaq istəyirəm. Kanadaya necə gəldim, yəni necə keçdim? Bir Azərbaycan vətəndaşı vizasız green cardla Kanadaya necə keçə bilər? Onu izah eləmək istəyirəm. Deməli, gömrüyü keçəndə heç maşından düşmədim. Soruşdu, maşında nə var? Dedim ki, bəs yemək var, yemək almışam, meyvə almışam, başqa heç bir şey yoxdur. Bir də dedim, fotoaparatım falan var. Dedi, bəs narkotik, silah falan, belə bir şeylər dedim, yox, dərman dedim, yox. Dedi ki, bəs nəyə görə gəlirsən? Dedim, Montrealı görmək istəyirəm. Səhər əslində heç orasının yadımdan çıxdı. Dünən axşam Niagaraya gedirdim. Dünən axşam yəni evdə xəritəni açanda mən Niagaraya vurmuşdum. Niagaraya vurmuşdum xəritəni. Niagaraya getmədim. Niagaraya getmədim çünki 12 saat yarım yol göstərirdi. Ona görə xəritəni dəyişdim. Montrealı vurdum. Və buna başa saldım ki, bəs mən birinci Niagaraya gedirdim. Yəni belə bir ancaq məqsədim gəzmək idi. Sonra fikrimi dəyişdim, bu şəhərə gəlirəm. Dedi ki, bəs nə qədər müddət qalacaqsan? Dedim, çox güman 1 gün, 2 gün qalacam. Dedi, otel rezerv eləmisənmi? Dedim, yox. Dedi, bəs nə etməyi düşünürsən? Dedim, gedəndə biləcəm nə qədər qalacağımdan asılı olaraq. Bəlkə heç qalmadım, geri qayıtdım. Nəsə dedi, birinci dəfə gələnlər üçün dedi, biz background check eləməliyik. Yəni siz hansı background check ümumiyyətlə burada çox yerdə eləyirlər. Yəni necə deyək, arxivinizi yoxlamalıyıq da. Amerikaya necə gəlmisiniz, green card necə əldə eləmisiniz? Dedim, buyurun. Getdim içəridə sənədləri verdim. Dedilər, bəs nə işləyirsən? Dedim, falan işlə. Dedilər, harada qalırsan? Boston. Nəyə gəlmirsən? Bunlar da soruşurlar. Eyni suallar təkrar soruşdular. Və mən də cavablayıram hamısını. Yəni heç... Yes? What do you mean? Vous avez une chaîne YouTube? YouTube? Yeah, it's for YouTube. Cool. What do you mean? You want to say hello? No. You can say hello to Azerbaijan people. Where are you from? How much?
Where are you from? Montreal. Yeah? Yeah. Can you say hello to Azerbaijan people? Hello. Okay, how much people do you have? Maybe 3,000, no more. Okay. Okay. Və deməli bunlar nə deyirdim? Bir də sual elədilər. Background check edirdilər. Hər bir şeyi soruşdular. Soruşduqdan sonra oturdum, gözlədim, dedi gözlə. Bir də gəldi, soruşdu. Dedi drive license-ın olar. Dedim, maşın sənədini falan istəmədilər. Drive license-ımı verdim və bir də getdi. Gedib yenidən gələndən sonra dedi ki, vəsə, yol set. Mən də çıxdım, gəldim, yəni heç bir şey demədim. Yəni normalda background check edirlər, viza vurmadılar, viza verilmir. Green card olana viza lazım deyil. Pasporta möhür də vurmurlar, yəni Kanadaya giriş-çıxış olub deyə. Yəni sadəcə elə adi, elə bil Bostondan New Yorka gedirsən, sadəcə bir gömrük var. O gömrükdə də heç nə yoxlamırlar, sadəcə sənəd yoxlayırlar. İkinci dəfə gələnlər orada yoxlanıb mənim qabağımdakı elə pasportunu verdi. Baxdı, çıxdı, getdi yəni. Çox güman mən də ikinci dəfə gəlsəm elə bir problem olmayacaq. Əsas birinci dəfə gəlməkdir. Çünki Kanadaya immigrantlar çox gəlir deyə bunlar belə qarşısını almağa çalışırlar. Ona görə background check edirlər. Kanada çox gözəl, Montreal çox gözəl şəhərdir. Dediyim kimi qədim şəhərdir. Çox sakit bir həyat tərzi var. Yəni biraz qaynaq deyil. Elə bil əhalisi çox sakitdir. Əsas odur, Avropalılar, fransızlar çoxdur. Dili fransız dilidir. Amma hamı ingilis dili bilir. Fransız dili burada əsas dildir. Yəni bütün yazılar fransız dilindədir. Ona görə də heç nə başa düşmək olmur. Yəni heç nə başa düşmək olmur deyəndə, yəni yol kənarında məsəl üçün parkinqlərdə ya hansı signlar deyirlər də burada, o yol hərəkəti qaydaları falan fransız dilindədir. Yazısı da başqadır. Biraz da başa düşmək olmur. Ona görə biraz çətinlik çəkirəm. Amma yəni hara getdim, kimlə danışıramsa ingilis dili bilir. Ən azından özlərini sudan çıxardana kimi bilirlər yəni. Belə. Videonun davamını çəkəcəm. Bir neçə video halına gətirəcəm. Onu böyüdürəm. Nədir belə? Yalnız. Belə, Kanada, Montreal haqqında ilk videomdur. Yəqin ki 2 hissədən ibarət olacaq. Çünki çox yerləri gəzəcəm. Çalışacağım çox videolar paylaşım. Çox sağ olun. Bu videonu izlədiyiniz üçün təşəkkür edirəm. Yeni videoların davamı üçün kanala abunə olmağı unutmayın. Təşəkkürlər, çox sağ olun. Deməli, kiçik bir əlavə də eləmək istəyirəm ki, mən Amerikaya girəndən sonra, yəni Kanadaya girəndən sonra daha doğrusu, pasporta peçat vurmadılar, green cardla yoxladılar. Yəni green card varsa Kanadaya gələ bilərsin. Və limitsiz qalma imkanı var. Yəni soruşmurlar ki, nə qədər vaxt qalır. Soruşurlar daha doğrusu, amma vaxt qoymurlar ki, məsələn 6 ay qala bilərsən, 3 ay qala bilərsən, 1 ay qala bilərsən, 1 il qala bilərsən. Yəni limitsiz deyə. Yəni ki, təbii ki, bu qədər müddət qalan insan buna bir səbəb göstərməlidir ki, hansı səbəbə Kanadada qalırsan. Amma belə sistem olaraq, yəni sistemin mən gördüyüm nəticə olaraq Amerika vətəndaşı və ya green cardlı hər hansı bir immigrant Kanadaya səfər eləyəndə limitsiz Kanadada qala bilər. Yəni vaxt limiti qoymurlar. Bu qədər bu əlavəni eləmək bayaq yadımdan çıxmışdı. Bunu əlavə etmək istəyirdim. Çox sağ olun, təşəkkür edirəm.